Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Melanqaz İstilik Sistemləri, Permalit Boyaları, Oxu Tədris Mərkəzi. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, gecələr yolları boşdu, kənd havası təmiz insanlara xoşdu. Balam kənd havası sizi hörmətlə salamlar. Qəmər. Qəmər. Ayca. Yatmışsan? Yox, yatamıram. Sən niyə yatmırsan? Nə bilim, deyirəm, cavan vaxtı özün yatmaq istəmirsən. Biraz yaşlaşanda da fikir qoymursan, yatasan. Nəyə fikrini edirsən, nə ayqasın? Deyirəm ki, bu Azad müəllimin qızı bizim bu uşaqla niyə görüşməkdən imtina edir? Deyirəm, bəlkə heç özlərini bizə yaraşdırmırlar. Yəqin nəsə bildikləri bir şey var da. Bu gedib maraqlanmaq lazımdır. Mən belə fikir edirəm, ancaq. Mən də elə fikirləşirəm, Qasım. Tutaq ki, bu getdi evdə dedi ki, belə adamlar var. Gəlmək istəyirlər, fikirləri budur. İndi qıza deyərlər də. Qız da ya hə deyərdi, ya yox deyərdi. Bu heç nə demir. Gör, qoşu neçə dəfə gedib, görüşmür də qoşu ilə. Nədir bunların fikirləri? Bəlkə deyirəm, biz onları qabaqlayaq. Gedək deyək ki, bizdə alınmır. Ayıb olar, Get çəkilək oturaq qıraqda, elə görsünlər, gəlmirik, getmirik, başa düşəcəklər də. Yox, belə bu qırağa çəkilmək bizə yaraşmaz, Qəmər. Bu gedib o yerində həll eləmək lazımdır. Qoşqarı çağır, mən ona deyim də. Bu əsas məsələ qoşqardır. Ona nətər deyəcək, ona nətər başa salacaq, çətin məsələdir. Şu uşaq mən bilirəm də nətər danışmaq lazımdır. Get çağır. Get. Şimdi başlayacaq ki, belə, eşq belə, sevgi belə, məhəbbət belə. Bilmirsən qoşunu. Nağıllar da olur deyə kimisə yuxuda görüb aşıq olurdular. Bizimki də hardan görüb, nə eşidib, nə bilib aşıq olub bilmirəm. Ay qoşu. Qoşu, mamam boya, qurvamına bax. Yatan da o qədər fırlanır, düyün düşür. Buna bax. Ay qoşu. Dur ayağa, dur sənə sözümüz var. Qoşu, dədən çağırır. Dədəm kimdir? Buyur. Dədəm kimdir, nədə? Dədən kim olacaq, Qasım? Qalx gəl, qalx. Qalxma. Vaxt gələcək, mənə qalxacaq. Qoşu, dədən çağırır, sənə vacib sözü var. Dur, gəl, gör nədir? Dur. Ana. Mən sənə deməmişəm, kişilər olan yerə gəlmə. Hanı kişi? Hə, nə sayıqlıyırsan? Hanı burada kişi? Bizdə Ana, görmüsən sayıqandayam. Bu nətər yatıb, Yox, bu durası deyil. Onda bundan səhər danışarıq. Yaxşı, mən getdim, qoşu. Yat səhər danışarıq. Çayın pulunu da verirəm. Sağ ol. Fuat, sənin pulumu onu verdi. Yaxşı. Mənə bax. Danışa bildin qoşqarla. Mən niyə danışıram, Sən danış, sən yaxşısan. Hə, pis xəbər olanda ata desin, yaxşı xəbər olanda sən dinən. Yox, atanın sözü qanundur da. Nə desən o da, ananın sözündən çıxmağa nə var? Ona görə ən yaxşısı özün danış. Gəlsin də, deyil, gəldi. Dur, bu ağ toyuğu kəs yiyək. Onsuz da yumurta zat vermirdi. Yəni əvvəllər yumurta zat verdi, yumurtasına görə əl dəymirdik. Yalanlar elə ortalıqda gəzir. Dur, bu kəs yiyək. Hə, deyil, gələ.
İnsan həyatı da belədir. Yaxşılıq elə, bir dəfə pislik elə, adın pis kimi qalacaq. Valla vermir də, indi heyvandır da, bəlkə yumurtayacaq, apar bırax onu dama. Yox, mən hələ sən damada əl gətirməliyim. Dam səndə gündədir. Biz əl gətirmirsən orayı. Yaxşıdan sonra kəsərik, təmizləyərsən. Gəl otur çay çörəyə. Lazım olan da heç kim təmizləmirsən. Gəl. Artıq oraya gəl, bəri işin var səninlə. Gəl söz deyəcəm. Gəl çay çörək ye. Sən də ye. Deyə yazıq, qaça getdi. Mənə bax, səndən söz soruşacağım, Mayğul. Sən görüşə bildin qızla? Ay? Qızla görüşə bildin? Yox, ayda da. İndi ondan hər dəqiqə görüşməm burada. Özünlə tanışdım, mənə dedi ki, vaxtım olan kimi özüm sənə xəbər eləyəcəm. Özüm ailə dedi. Valla bu neçə vaxtı bunu uzadırsa, deməli görüşmək istəmir də. Başa düşmürsən? Bala, düz deyirim. Onun ürəyi istəsəydi, mütləq bir vaxt eləyib səninlə görüşərdi. Onların bizə meyli olsaydı, dədəsi də bu bir işi əncam çəkərdi, bir hərdən zatdan deyərdi. Əgər heç biri addım atmırsa, deməli meyilləri yoxdur, istəkləri yoxdur. Biz də bu işi boş-boşuna uzatmayaq. Anın düz deyir bala. Hazırlaşın, gedək Bakıya, gedək deyək ki, biz bu məsələdə yoxuq. Siz yoxsuz, amma mən varam axı. Yox, elə şey yoxdur. Gedək bu məsələni xətm eləyə bir də əmlik və salam. Xətim nədir, ay Qasım? Xətim nədir? Xətim də, yəni Azad müəllim başımı xarab eləyib də, yoxsa deyərdim ki, bu məsələdən biz atqaz eləyirik. Hə, atqaz xətimdir. Hə, bala, gedək xətim eləyək. Atqaz. Azad müəllim var burada. Yox, mən biləm nə qaracam. Nə qayrasın? Nə oldu? Ay bala! Bakıya qaçdı bu. Nənə salam. Baba sənə də salam. Bilmirəm, mövzuya nətər başlayayım. Amma nənə, konkret sənin oğlun mənim başa düşmür nənə. Bilmir ki, mən sevirəm. Konkret, köhnə fikridir. Qəbulləmir, elə bir ki, indiki sevgini qəbulləmir o. Amma bir şeyə başa düşmür ki, ay nənə, mənim üçün əsl sevgi görmədən, toxunmadan sevməkdir. Bax, iki nəfərin ruhunun bir-birini hiss eləməyidir mənim üçün əsl sevgi. İndi bilirsən nələ, səni nəyə görə narahat edirəm? Sən nə olar, gecə dədəmin yuxusuna gir onu başa saldana, denən nə olar ki, mənə dəyməsin, dənə qoy mən sevim. Nətər yəni yox deyəcək ya nənə? Nənə, elə bir birinci əbədir, o saat birdən ki, yox deyib. Yadındadır, uşaq vaxtı həyətdə balaca bir pişik var idi. Dədəm aparıb o pişiyi azdırmaq istəyirdi. Sən ona bircə kəlmə gözünü ağartdın, dedin ki, bala o pişiyə dəymə, o uşaq o pişiyi sevir. Bax, indi də təxminən eyni mövzudur, nə olar ay nənə? Onu başa saldan, denən mənə dəyməsin. Mənə xoşdur, sevgi mənim deyil, mənə xoşdur. Nə olar ay nənə? Ona baxayım. Yenə gedib anamı narahat edirik. Anam da nətər deyənim qulaq asır ona. Nənə, indi daha özün hər şey bildin də. Heç nə bilib eləmədi. Heç nəyə bilib eləmədi. Ay ana, nəyə bildi? Keç bir yana özüm danışacağım. Gəl bəri. Ay ana, salam. Mənəm Qasım. Yəni, o mənəmi elə deyirəm ki, sonra yadıma düşür ki, analar övladlarını nəinki səsindən, elə nəfəsindən tanıyırlar. Ana, deyəcəm hamısı. Bir sən nöş gəlmişəm, bunun sevdiyi bir qız var. Sən də mənə bağışlayı, ana. Bu, Azad müəllimin qızı. Bununla görüşməkdən imtina edir, bundan qaçır. Bilmirəm, biz kasıbıq deyə bizlə görüşmək istəmirlər, bizə üz vermirlər, bizə yaxınlıq vermirlər. Mən də istəmirəm də Qoşqar bu o saf sevginin qurbanı olsun. İndi yəqin ki, bu özü dedi də deyilənləri, qalan da mən deyirəm. Amma
xahiş edirəm ana, mənim yuxuma gəlib mənim fikrimi dəyişdirməyə çalışma. Mən istəmirəm bunlar sevgili olsunlar. Gözə bir nə mən deyim. Hə belə. Nədir? Meyxana deyirik. Değişmədi birin sən deyəsən, birin mən deyəm. Arvadın öşünə rahat edirsən. Ana biz gedək. Dədəmə də salam deyərsən. Dayı onunla dərdləşə bilmədim. Onsuz da dədəmlə mən nə vaxt dərdləşmişəm. Elə nə sözüm olurdu sənə deyirdim, sən qeyb dədəmə deyirdin. Dədəmə deyərsən ki, özündən müğeyt olsun. Öpürəm sizi. Qoşqardır da, sevir. Gəl çıqa baxma, kişinin oğlu, məcnun olub mən üçün. Gəl. Nədir ay bala? Ayaqlarım bidir, ürəyim bitmir. Bir dəfə də ayaqlarımın sözünə qulaq as eşitdiyim, ürək həmişə adama düzün demir. Bana bəlkə biraz tez gələsiniz. Dədə, biz nə qədər gec geçsək, mən bura qədər xoşbaxt olaram. Bala, bax, vaxt gələcək, sən dədənlə mənə sağ ol deyəsən ki, sənə düz yolu göstərdik. Bugün sənə ağır gələ bilər, amma vaxtında başa düşəsən bizi. Mən o vaxtda çətin qalam. Bu həssas məni öldürəcək. Mən necə öləcəm? Sən ağzın üstü dədənin şilləsini istəyir. Bunun başqa adı yoxdur. Az mırtda burada. Eşitəcək indi gəlib burnumuzdan gətirəcək. Mırtlamıram, eşitdin? Mən mırtlamıram. Bax, dədəndən qabaq özüm qoyacam ha şilləni. Dədəm məni döysə də deyəcəm. Kim oxşadı bu? Kim oxşadı bu? Sevgilisinə görə təkdə ölən mənəm. Bu Məcnun, bu Kərəm. Bu gələcək desinəcək, qoşqar. Buna bax, görətdə oturur. O dediyin Məcnun heç olmazsa sevgilisinin üzünü görmüşdü. Heç sən görmüsən üzün. O sənin üzünü görür. Mən onu təsəvvür edirəm də. Mən belə sevirəm. Mən tarixə belə düşəcəm. Mən tarixə belə düşəcəm. Sən də bir dənə görməyək. Heç də düşüb eləyən görürsən. Sən düşsən, ancaq dədənin təpiyinin altına düşərsən. Deyirəm də. Salam aleyküm. Salam aleyküm. Salam, xoş gəlmisiniz. Salam aleyküm. Qoşqar necəsən? Salam. Salam Qasim kişi, necəsin? Nəsən bala? Yaxşıyam, çox sağ ol. Siz necə? Ev-eşikdə nə var? Hər şey qaydasındadır. Sizdə nə var? Yaxşılıqdır. Yaxşılıqdır. Təzə müdür kresloları gəlib. İstəməzsiniz Qasım kişi. Yo, almağına alım, problem yoxdur. İntihasın mənim müdürlüyüm yox, müdür otağım yox. Bunu hara qoyacam? Yox, dənə bilmək olmaz. Bəlkə deyirəm götürək. Sabahın işi bilmək olmaz. Qoşqar, eşitdim xeyir iş var. Evləndirirlər səni. Gözünüz aydın olsun, gözünüz aydın olsun. Çox sağ ol, bala, sənin üçün olsun. Mən üçün olub. Olub. Bəli, bəli, Hə, laf yaxşı. Uşaqdan zatdan nəyinsə var? Var. Var. Ay maşallah, Allah saxlasın. O gün olsun, qoşu üçün olsun. Nədir, nəyə üsfət edirsən? Xoşun gəlmədi? Yılları bir dənə giriş edib qaydacam təzən. Harada qarsan, orada davam edərsən. Bir dəqiqə gəl. Görürsənmi, konkret mənim adım o qızdan çıxıb. İndi mən o qızı almasam var, bildiyim biabırçılıq. Amma səndən bir dənə xahişim var. Azad mənim yanına getməyik. Yaxşımı? Niyə? Getmirik. O söhbət bağlanır. O söhbət bağlanır. Deyəm bir dəqiqə, tez dur yerində. Mən də deyirəm, görəsən nə deyir. Bala, sən dediğin qabaqlar idi, adım çıxıb, zat. Adım çıxıb, sanım çıxıb. İndi elə şey yoxdur. İndi bir də ölsən elə rəsmi evlənirlər. 2 aydan sonra qız gəlib deyir ki, xasiyyətimiz düz gəlmədi, boşanırıq. Hə, heç kimin də vecnə deyil. Heç bir ruhları da incimir. Hə, sənə olub ki. Nədə? Yadından çıxdı. Düz deyir dana, düz deyir da. O əvvəllər idi, adım çıxıb kiminənsə. İndi heç kimin heç vecnə deyir. Yadıma gəlir Qasım. O vaxtı nişanlanmışdıq biz, təzə nişanlanmışdıq. Sonra Qasımla çox bərk dalaşdıq. Diləyin üstündə. Nə üstündə? Getmişik bunların kəndindəki bir toya. Mən də tanımamışam, bilməmişəm. Mən bibisi qızla görüşməmişəm. Oy, orada söz-söhbət olub ki, gəlin gəldi.
bibi qızın saymadı, görüşmədi, ta demirləri tanımamışam. Nə bilim, bir dəfə elçi gəlməklə mən nə bilim ki, kimdir. WhatsApp zat da yoxdur ki, şəkil qoysunlar, şəkil göndərsinlər ki, filan kəsimdir, filan kəsimdir. Nəysə, bu da gəldi, gözlə döndüyüm, bibisi qızına görə mənə ağzından çıxanı dedi. Nə? Mənim də xoşuma gəlmədi. Gəldim dədəmə dedim ki, dədə, biz onunla indidən yola getmirik. Nə? Ona görə də mən nişanı qaytarıram. Dədəm qulağımın dibindən bir şapalaq qoydu. Dədəmimdir. İnanırım səni şap eləyər, ha bir şapalaq. Ay sağ ol. Bir dəqiqə görüm. Qı. Mənim yox, dədəsi. Sən dədənə şapalaq vursan? Dədəm mənim qulağımın dibinə şapalaq qoydu. Nişan qaytarmaq istədiyimə görə. Aydın. Ma bilirsənmi nə dedi? Nə dedi? Dedi, sənin onunla adın çıxıb. Ölərsən, amma başqasına getdi yoxdur, elə ona da gedəcəksən. Yəni, demək istəyirəm ki, bala, o əvvəllər idi. Birlə adın çıxdısa, qutardı getdi. İndi gündə 50-si ilə adı çıxır, heç o 50-sindən heç birinə də getmir. Eləmi? Heç bir də deyil. Ona görə boş şeylərdir. Başqar, eşitdiyimə görə özdə imkanlı ailəyə gedib Hə, tapmışsan ha. elədir. Yağlı tikə tapmışsan ha. Bir dəqiqədən ərzini uyursan, bir dəqiqədən görüm. Dədə, mən sana bir dənə söz deyim, mənim adım çıxıb. O, sən nə deyir ki, yağlı tikə yemisən. Yemisən? Yox, məndə olan məlumata görə. Yox, yeməmişəm. Yeməmsən ki? Yox. Ay sağ ol. Onda nə düşmüsən Əli ağa? Oğlum, yağlı tikə meşədə tapmayıb. Boş-boş söhbətlərdir. Bir də bunu biz evləndirmirik. Onun elə evlənməyinə var. Düzdür? Hələ mənim yaşım var, mən bu, hələ 30'dur məndə. Müdüranı. 5 dəqiqə olar elə gedib Qasım əmi. Sizin qabağınızda. Biz qardaşlar mebel olaraq böyük bir layihə götürmüşük. Müdür getdi onun dizaynının azadından maraqlanmağa. Eləmi? Xeyr olsun. Amma belə mən buradayım da, nə qulluğunuz varsa, mebel zat xeyir işə görə lazımdırsa, mən sizə göstərə bilərəm. Yox, mebel hələ tezdir, istəmirik. Mebeli biz niyə alırıq ki? Mebeli gəlin gətirəcək. Nəsə də alarıq. Mənim dəvətnamam yırtdan çıxmış. Yaxşı, sən də. Bax, dədə, bəlkə üst oyuna getməyim. Biz gedək, dur ayağa. Orada biz yavaş-yavaş gedək. Yaxşı. Hələlik Cavid, sağ ol. Müdürə salam deyərsən. Deyərsən gəlmişdik, getdik. Salamat, Gəlin. yaxşı. Sağ ol. Salam deyərsən evdə. Çox sağ olun, göndər. Sağ ol, mən də gəldim. Alo. İmran. Deməli, məsələ belədir də. Bilirsən də mənim belə əvvəldən bəxtim belə gətirib. Deməli, bu qohum əqraba, yaxın, dost, tanış, elə məni görən kimi başlayırlar yanımda bir balaca ağlamağa. Elə şeylər eyirlər ki, mən onlara nəsə eləyim. İndi bu təzə qohumumuz da o gün nəsə danışdı bir tər. Açığı xoşuma gəlmədi. Nəysə, insandır, olur belə şeylər. İstəyirəm bu təzə qohumlarımıza bir hədiyyə eləyim. Bəli, hədiyyə göndərmək istəyirəm. Buradayam elə bu Abşeron Ticarət Mərkəzində çox gözəl bir mağaza var, kombi evi. Bəli, burada əslində evə lazım olacaq çox şeylər var. Hətta mən görürəm su filtrləri nə qədər burada var, maşallah. Amma mənə lazım olan elə öz bağımda olan Milanqaz, bəli, kombiləridir. Bağa qoydurmuşam. Bundan indi mən götürəcəm bu Milanqazdan. Gedəcəm rayona o təzə qohumlarımıza hədiyyə eləyim. Qışdır, soyuqdur. Hə, oğul, deməli belə, nə edirsən? Bundan bir qəşəng birini hazır eləyirsən tam şəkildə. Yaxşı, əksilik olmasın. Bəli, maşına yüklüyürsünüz, mən özümlə aparacam kəndə. Yaxşı müəllim. Bir dəqiqə gözür istəyirəm. Nə dedin sən? Hörmət əlamət olaraq müəllim dedim. Müəllim dediniz. Belə hər yoldan keçənə, hər müştəriyə müəllim desəniz, müəllimlərin xətrinə dəyər. Müəllim olmaq üçün insan bilsiz nə qədər əmək sərf eləyir. Hər adama müəllim deməyin, yoxsa doğrudan da özlərini müəllim hesab eləyərlər. Alo. Hə, oldu, yaxşı, danışarıq. Neysə. Oğul, bunu hazırla, maşına qoy, yaxşı? Yaxşı.
Qasım, bax o bitişə yer qalıb, hamısını eləmirsən, bu bir dam oranda belinə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Salam böləş, yorulmayasın. Yorulub, dədən yorulub uca bala. Dədəcən sənə nə almışım? Nə? Nədir bu? Bizan. Birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sənin, Aha, ağda mənim. diyan. Bax, qardaşlar mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndimi? Hə. Əzəmətin qızım bəyənmədi. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim. Nənə bax, olmayan qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandır. Özü toz soranmayacaq. Amma bu əl toz soranıdır, mən toz soranmayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Gəlin bəri, Qəmər, Qoşqar, sizi gətirmişəm Abşeron Ticarət Mərkəzində yerləşən kombi evinə. Deyirəm, mütləq bu su filtrindən almaq lazımdır ya. Çünki bizim kəndimizin suyu çox. Çayniklərin dibi hamısı ət bağlayır. Da mən sürtməkdən onları bitər olmuşam. Gəlmişkən bu Abşeron Ticarət Mərkəzinə, bu kombi evinə, qəşəng bir dənə Türkazın su filtrindən alaq, qoşaq, qəşəng su içək də. Deyirəm, Qəmər, gəlmişkən, elə bir ki, bu kombidir də, Milan qaz. Hamı bunu tərifləyir. Bəlkə bundan bir dənə götürək. Pulumuz var bunu almağa. Kreditlə də verirlər də. Faiz gələcək üstünə. Faizsiz. Mən özə bunu telefonla idarə eləmək olur. Oturdum kətdə geçən telefonla idarə edim, yandı. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özə hələ belə boyalar döyür, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Gəl havası sizi hörmətlə salamlar. Buyurun, keçin, ürəyiniz harada istəyir orada? Salam əleykum. Oy, nə qəşəng. Yaxşı, daha salam tarım. Uşaqlar üçün də elə. Bəli. Stollar da balaca. Ürəyiniz harada istəyir orada əyləşin. Bərəkallah. Oturabildin, qoş öy. Əslində sənin üçün çox yaxşı. Üst geyimlərinizi asardınız da orada asılqanla. Yox, narahat olma. Kasıbın malı göz qabağı. Qasım kişi, Bəli. dediyin əsl peşəvə uyğun işim düşüb. Buyur, nə məsələdir, nə köməyim dəyər? Onu nə üçün demişdim Aytali müəllim? Biz keçən dəfə bura gələndə mənə dediniz ki, mənim peşəmə uyğun məndən xahiş elə. Düzdür. Elə o peşəyə uyğun istəyirəm xahiş eləyəm sizdən. Ay sağ ol. Bax, uşaqlara aid olan, çətin tərbiyə olan uşaqlar var. Deyirlər, o dalovdu, onu yığışdırmaq olmaz. Qoşu. Asosial uşaqlar var ha. İnsanlara qaynamağı, qarışmağı sevmir. O utancaq uşaqlar yox ha. Utancaqlıq tez gelir. Sosiallaşa bilməyən. Bəli, cəmiyyətə qarışa bilməyən. Belə sağlam uşaqlar da dəvət edin, gəlin öyrədək, dərs verək. Psixoloji problemi olan, autizm olan və çox bu tip
Problemli axı sən bilirsən ki, biz psixoloquq, mən, Rəşid Allahverdiyeva, biz onlarla əylənə-əylənə öyrədək, sevindirək, biz də sevinək, valideynləri də. Hə, biz elə uşağımıza görə gəlmişik. Hə. İndi Talib müəllim, indi elə Yaşı keçib amma nəsə. Yaşımı dedin, ha, deyir 30 yaşım var. Nə gətirsən? Bu uşağını gətirən vaxtıdır. Bu məni nə gətirsiniz? Keçdən nə mövzuya? Yadında saxla bala, uşaq nə qədər böyüsə də atanın, ananın gözündə həmişə uşaqdır. Doğrudur. o geri mövzuya da. Mövzuya. Talib müəllim, mən bilirəm ki, siz demək Amerika Psixoloqlar Cəmiyyətinin federasiya Asosiasiyasının həqiqi üzvü. Asosiasiyası. Bəli, mən Rəşid Allahverdiyeva Psixologiya Asosiasiyasının üzvləriyik, Amerika Psixologiya. Mən də bunu demək istəyirəm, deyə bilmirəm burada. İndi bu uşağa görə gəlmişəm, həmin bir dənə xahiş eləyəm sizdən. Gözün üstə, buyur. Biz bunu istəyirik evləndirək. Mübarək. Hə, evlənmək istəyir, qız da tapıb. İndi açıq qızı biz tapmamışıq ha. Qəmərin xalası qızı tapıb. Ay evi tikirsin, ay sənin qadan qalın mənim gözəl atam. Nə olur? Bir dənə mövzuya görə, gör nə qədər mövzuya getdin. Fırlandım. Gəlib çıxamırsan, yox deyə. İndi xala qızı temasına giribsən, səni girişdə saxlamışam. Hələlik bir qırağa saxla, qoy mövzuya mən girim. Nə ki? Adətdə Qasım uzun uzadı, tay eldən, obadan, hər şeydən danışacaq, fırlanacaq ki, gəlib axırda bir kəlmə söz. Buyur, Qəmər bacı, sən qısa de. Yox, mən deyim qısa, Talib müəllim. qoy İcazə desin. versədiniz. İlk öncə hər birinizdən üzr istəyirəm. Mənə verdiyiniz sözə görə sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Talib müəllim, bu mənim Başa düşmüşəm. O qız mövzusu vardı. O qız mövzusu ki var, onun atası elə bir bizə hər cürə şərait yaratdı ki, mən geyim o qızla söhbət edeyim, ünsiyyət qurum, bir-birimizi tanıyaq, nə var, nə yox, bilək də. Amma qismət elə oldu ki, mən heç cürə mən o qızla üzbəüz gələ bilmədim. Qovuşa bilmədim. Elə bir qurban olduğum bəstəmir ki, mən bu qızla ailə həyatı qurum. Sanki, bax, inandırım siz ki, mən hər dəfə universitetə girdim, ancaq universitetdə mən onu görənmirdim. Parka gedirdim, onu görənmirdim. Hara ürəyimi istəyir. Hətta yaxşıdan ha. Güya indi bu dədəsində səhv tutdu ki, dədəsi uzun danışır. Güya indi bu qısa danışdı. Bu qısadır. Danış qutardan ha. Oy, parkdan girdi, institutdan girdi, avtobusdan çıxdı. Ta dincəl. Özüm danışır. Danış. Özüm hamıdan qəşəng, qısa, konkret, Lokanik. Nə? Qısa, konkret, lokanik. Lokku nə də? Verdə. Özüm danışacağam. Deməli, Talih müəllim. Bacı, əyləş, Qəmər bacı, əyləş. Yox, öyrəşmişəm. Müəllim yanında adam ayaq üstə dayanar, danışar. Deməli, bizim bu indi bəyəndiyi qız buradadır, şəhərdə. Biz də bilirsiniz ki, biz kənddə yaşayırıq, eləmi? Bəli. İndi o kənddən bura hər dəfə gəlmək var. O bizə nə zulma başa gəlir. Bax, hər dəfə yol pulusu, 3 dənə yer. Biz yemirik, içmirik, qəpik-qəpik yığırıq bir-birinin üstünə ki, o boyda yoldan yığışaq, gələk bura. Gələndə bunun hansısa bir qohumuna mütləq dəyirik, pay, püşk, hamısını yığır, toplayır, qoyur burada. Bu Bakıda avtovağzalda düşən kimi dönər yeməsə çartlayar. Mütləq ona dönər almalıyıq. İndi siz təsəvvürünü o qədər xərc. Bizim də canımızdan, qanımızdan gedir. Onların hamısını yığırıq. Biz gəlirik hər dəfə şəhərə, gəlirik bunları görməyə. Hələ ortada heç nə yox deyə. İndi siz təsəvvür eləyin, Talih müəllim, ortada nəsə olarsa, bir üzük taxarıqsa, hələ bizim onda xərclərimiz necə qalxacaq da yuxarı. İndi siz təsəvvür eləyin ki, ortada nəsə olarsa bizim vəziyyətimiz nətər olacaq. O gün Qasım mənə deyir ki... Pəki deyəm də ha. Maraqlı. Başımız verim ki, sən öləsən ha. Hər şeydən danışdın, əsas vazim sözdən başqa. O gün Qasım deyir ki, otur. Uzun danışdım. Uzun danışdı. 7 ilin söhbətini elədin, 5 dəqiqənin içində. Niyə belə olur? Üzrsən Talih mənim, əsəblərimi ciddilovlaya bilmədim. Mənim üçün çox maraqlıdır, maraqlı. Nə maraqlıdır? O başlasa dayanmayacaq. Niyə görəsən elə olur? Psixoloji durumunuz maraqlıdır, ailə formatı olaraq. Gördün? O nə deməkdir ki? Salam meleykim. Gördün? Kişi mədəni formada dedi ki, üçünüzün də başlatmır. Yox. Psixoloji durum mən bilməm nə demək. Onu demədim. Demək istəyirəm ki, mən psixoloq adamam. Mənim üzümə baxan hər kəs istəyir öz dərdini danışsın. Hə, görsən? Axı biz dinləyirik. Görsən, mənlik görüyüm ki, onun oğuymuş. Nəhlət sənə çox edən, tamamınız indilə qalır, şahslı söhbət eləyib, boy. Düz deyir. İndi gəlin, oturun, bir-bir dərdinizi danışın, mən sizi dinləyim. Oturun deyəndə ki, ay, biz nə qalmış şimdi? Təzdən danışaq, eləmi o qədər şey? Yox, bir-bir danışın. Bir danışaq. Kim başlayır? Bu, başla. Mən danışım. Danış, buyur. Ay ay ruhi canana, arak çekilen giren,
çəkirə çəkidən qırar, Sütoş qəmidən qırar, ay ay rüfü canana, Arak çəkidən qırar. Meyrəbi ay meyrəbi, Cülva kunan meyrəbi, Meyrəbi ay meyrəbi, Cülva kunan meyrəbi, Cülva kunan cəbuşə, Həndə kunan meyrəbi, çəkirə çəkidən qırar, Sütoş qəmidən qırar, ay ay rüfü canana, Arak çəkidən qırar. Qasım kişi. Qasım müəllim. Qasım bəy. Qardaş, salam əleykum. Deyirəm bəlkə qapının ruçkasını aşağı eləyəsiniz, bəlkə qapı açıqdır. Mən bilmirəm siz kimsiz. Amma çox xahiş edirəm. Ağzınızın danışığına fikir verin. Bəli. Xahiş edirəm, öz dilimizdə danışın. Qapının ruçkası yox, qapının qulpu. Üzr istəyirəm Ahmet. Eyb yox. Üzr istəyirəm. Eyb yox. Üzr istəyirəm. Mən Azad müəlliməm. Siz kimsiz? Mən Kəramət. Xahiş edirəm, özünüzü ədəbli aparın. Böyük əl uzatmasa, kiçik özündən böyüyə əl uzatmaz. Qələt elədim. Qələt elədim. Qələt elədim. Bağışlayın. Olur, eyb yox, eyb yox. Mənə Qasım müəllim lazımdır. Qasım müəllim, filologiya müəllimi, o kəndin ayağında qalır. Burada vızbaş Qasım qalır. Səhv gəlmişsən. Xahiş edirəm, danışığınıza bir də xahiş edirəm, fikir verin. Qardaş, bəyə ruçka dedim. Dedim, belə səhvin başa düşdüm də, indi burada neynədim? Sən yox, siz deyə müraciət etməlisiniz. Sən də rus sözüdür. Nəysə, nəysə. Axı bu Qasım kişi keçər idi. O əvvəl vızbaş idi, indi vızı gedib qalıb başı da, keçəli. Hə, çox gözəl. Elə mənə o vızı... Elə o keçəl Qasım kişi lazımdır. Bəli. Lap yaxşı. Baxıram belə... Hörmətli adam oxşuyursunuz. Sağ ol. Kəndimizə də qonaq gəlmişsiniz. Təşəkkür. İstəyirəm sizə bir kömək edeyim. Siz mənə necə kömək edəcəksiniz? Sadə. Qasım! Ay Qasım! Bir dəqiqə. Elə onu mən bayaqdan eləyirəm də, bu köməkdir ki... Qasım! Ay Qasım! Görürsünüz, fərq var burada, fərq var. Siz çağırırsınız, ola bilər o sizin səsinizi tanımır. Mənim səsimi amma tanıyır, bilir ki, Kəramətəm. Kasıb adamdır da, indi fikirləşər ki, tanımadığım səsdir. Bəlkə işıq pılıdır, qaz pılı da ona görə gəlir. Narahat olmayın. Qasım! Ay Qasım! Mənəm Kəramətdir! İşıq pılı, qaz pılı yığandı! Qonaqdı gəlir! Gəlin bəri. Salam əleykum, yorulmayasın. Qasım, Yorulma. burada olar ki... Buranın başı qarışıqdır, ha? Burada olar ki, bura haradır ki, bura nədir ki? Bura Azad müəllimin təzə ofisidir. Hə, təzə şirkətidir, xeyirli olsun. Hə, işlərlə Bunlar hələsi öz məşğuldurlar. işi ilə məşğuldur. Deyirəm ki, Qəmər, biz sən nə öyrənmişəm buradan? Demək, Offside mobil əlavəsindən telefonla girib, elə bir ki, nələrsə sifariş verirsən, Hə. bu qızlar tapırlar, dərhal göndərirlər. Hə. Hə, can hədə, yəni ürəyimiz nə istəyirsə sifariş verək, tapıb göndərəcəklər. Bizə gəl deyək ki, Azad müəllimi tapıb göndərsinlər bizə. Azad müəllimi necə tapmaq olar? Bunlar eşitmirlər, hamısının qulağında şey var ondan. Gəl görək başqa... Azad müəllimi hardan tapır? Gəlir, eşitmirlər. Gəl eşitmirlər, gəl gedək başqa yerdə Bu- axtaraq. bunlar- Tam Azad müəllim də iynə deyil, burada yoxdur, görmürsən. Necə bu, qardaş bilər, salam əleykum. Qardaş, Azad müəllimi hardan tapmaq olar? Tanış gəldi. Bu niyə üzün gizlədir? Hə, salam ayağol. Salam. Salam əleykum. Vay bala. Salam əleykum. Ayağol, Azad müəllim buradadır. Azad müəllim işdə yoxdur ki. Səhər tezdən gəldi. Sonra dedi ki, təzə qudalarım gilə gedirəm. O gedən gedib.
Nə? Hara? Təzə qudalarım gilə. Kaş kar olaydım ha. Nüşün? Kaş kar olaydım, mən bu sözləri eşitməzdim ha. Hayır, çıx buradan. Çıx buradan. Hə, yaxşı da, valla. Görsən Qasım, görsən biz kasıb canımızla dururuq hər dəfə rayondan bura gəlirik. Yemirik, içmirik, gücbala ilə bir pul toplayırıq. Evdən çıxanda da düt deyincə yeyirik ki, yolda birdən ajarıq, birdən nə salarıq. Boğazımızdan kəsib yol pulu veririk. Min zulumla gəlirik bura onu görməyə. Onun bizə qarşı elədiyi hərəkətə bax. Bir adama deməzlərmi ki, ay bala boş-boşuna gəlməyin, eləməyin, mənim ta qudalarım var. Yox da, indi Qəmər, bir dəqiqə deyəndə özü əli al da, nə olub, ay oğul? Deyəndə bile, başqa söhbət də elə. Nə söhbətdir? Ta deyir ağzındakı qudalarım gilə gedir. Quda nə olur ki? Quda kim olur? Şimdi o heç nə deməyəydi, hələ onu, bəlkə onun da bildikləri bir şey var, bəlkə onun da bildiyi səbəb var. Nəysə, onda gedək sonra gələrik. Bəşdəydi, xətrimə, sağ deyim, bəşdəydi. Hara gedək, gözləyək gəlsin sözümüzü üzünə deyək də. Yox, Qəmər, heç nə deməyək. Yəqin o sözü deyib bizim qəlbimizə dəymək istəməyib. Dəydi də, dəydi. Bundan ötürə nə dersin? Bir dəqiqə özümü xəyal etdim, məruz qalmış insan kimi istəyələm özüm. Bağlarında salxım salxım Təbrizim, buz kimidir dörd yolun gəriz. Telefonuna da zəng çatmır. Olur onun telefonunda elə hallar. Ola bilər telefon zaryadkası yatıb. Olur, hamıda olur, belə şeylər olur. Azad müəllim, zaryatka sözün tərcüməsi nədir? Bilirsən oğlum, biz dilimizdə kənardan o qədər rus sözləri... Azad müəllim, zaryatka sözünün mənası, tərcüməsi nədir? Onu belə demiyorlar oğlum ki, telefonunun enerjisi bitib. Valla bayaqdanandır, sən də məndə enerji qoymadın, Sən sözünə görə də üzr istəyirəm, siz. Bəli, yeri gəlmişkən. Çox sağ olun, təşəkkürlər bildirəm, minnətdarım. Narahat olmayın, indi harda olsa gəlib çıxarlar. Balaca kənddir də, 5 dəqiqə gec, 10 dəqiqə tez, belə, gəlib çıxarlar. Deyəsən, siz bilmədiniz ki, mən kiməm. Mən o qədər işimi, gücümü atıb bura gəlmişəm, amma... Yox, siz məni tanımadınız, bilmədiniz. Üzr istəyirəm, Azad müəllim. Olur, eyb yox. Səhv dilədim, Azad müəllim. Bu Qasım kişiyə də deyərsiniz ki, Azad müəllim gəlmişdi, amma getdi. Azad müəllim, bəlkə gedək bizə bir stəkan çay içək. Çox sağ olun çaya görə. Oğlum! Bizdə alınmır, bizi üzürlü hesab edin. Bizdə alınmır. Çox üzür istəyirik. Bizi Çox üzür istəyirik. Biz üzr istəyirik. Bəli. Biz niyə üzr istəyirik? Biz nə hayırmış ki üzr istəyək? Şimdi Qəmər, həyatdır da bilmək olmaz. Sabah bəlkə xeyirdə, şərdə üzböz gələrik. Biz utanmayaq da sabah onu görəndə də. Yaz üzür istəyirik, bəs burada nə var ki? Hayf bir dənə, hayf. Hayf ki o məktubda onun gözünün içinə baxmaq olmur dənə. Yoxsa onun gözünün içinə dik-dik baxardım. Yox, qoy elə, özü kimi seçsin. Tardı. Bəzən insanları utandırmaq üçün onun gözünə baxmaq, onu belə utandırmaq lazım deyil ki, bala sən çalış həyatda həmişə yaxşı ol. Həmişə yaxşıların yanında ol. O adam elə utanacaq səndən, Narahat olmaya qoşu. Gözümünə bax. Bax. Əladır hər şey. Yazdım. Üstünə də yazdım ki, bu məktub Azad müəllimə çatacaq. İndi... Ayşə, qoy da. Az o sən qolunda o. Ver mənə öz qolumuzu çəkək diyan. Axşamınız xeyir. Axır ki, gəlib çıxa bildiniz, ay Qasım. Axşamın xeyir, ay Kəlamət qardaş, nə olmuşdu? Xeyir ola? Qaynanın təzyiqi qalxır. Yox, bir nəfər gəlmişdi, sizi axtarırdı. Adı da Azad müəllim. Azad müəllim? Azad müəllim? Azad müəllim? Gözlədi, gördü, gəlmədiniz. Çıxdı, getdi. Ay Qasım, bu orada deyəndə ki, Qudamgilə gedirəm bizi deyirmiş,
Az biz də məktub yazdıq, qoyduq onun sonrasına, ay. Vay dədəm var. Deyirəm, baxın ki, dualarım qəbul oldu. Bax, görürsənmi, siz haqlı deyilsiniz. Dayan, bana diyabır olmuşuq, dayan görək. Hayda. Mənə bax, gedəyim Bakıya. Nətər? Yox, qayıdırıq Bakıya. Bir evə çatmışıq, bir evə deyək, bir sonra gedərik də. Yox, Bakıya getmək lazımdır. Məktub, stolun üstündə. Sən git götür, biz də... Gəlin bura. Başım itdi. Gəlin bəri. Nasıl? Kərəmət, öpürəm səni, Kərəmət. Birinci də bəlkə səni ürəkdən öpürəm. Hamı vurulur gözəliyinə, əsrin olur, kim baxsa sənə, sən baxmasaydın. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Melanqaz İstilik Sistemləri, Permalit Boyaları, Oxu Tədris Mərkəzi.